Deməli belə, bugün sizə çox sevdiyim bir kitab və çox sevdiyim mifoloji qəhrəman haqqında danışmaq istəyirəm. Bugün sizə Sizifdən danışacağım və Sizifi ən yaxşı ələ alanlardan biri Albert Camus'un bu kitabıdır. Əslində Sizif tanrılar tərəfindən lənətlənmiş bir kralın hekayəsidir. Tanrılar baş qaldırdığı üçün onu lənətləyirlər və lənəti də dağın başına bir qaya parçasını qaldırmaqdır. Bu proses həmişə təkrarlanır. Dağın başına tam o qaya parçasını yerləşdirərkən qaya təkrar yuvarlanır və təkrar başlayır eyni proses davam eləməyə. Əslində bu həm özümə çox yaxın hiss elədiyim qəhrəmandır, həm də gündəlik həyatımızı ələ alan bir qəhrəmandır. Hər gün eyni şeyləri eləməyimiz, ölümü bildiyimiz halda yaşamağımız. Tam bu mövzuda Albert Camus gelir ortaya, belə deyək, bu mövzunu ələ alır. Əslində Sizifin xoşbəxt olduğunu və bu proseslərin bizə bir ümid bəxş elədiyini deyir. Nə vaxtsa, nə zamansa o qaya parçası bəlkə orada qalar, ümidi ilə yaşayırıq. Sizifi mənə elə gəlir ki, ən yaxşı ifadə edənlərdən biri idi bu kitab və absurdizmin də başlanğıcı hesab olunur Albert Camus. Bu kitabda da ən çox onu ələ alıb. Bəs sizin, məsəl üçün, Yunan mifologiyasında olsun, digər mifoloji qəhrəmanlar olsun, bəyəndiyiniz və özünüzə yaxın hiss edəcəyiniz qəhrəmanınız varmı?